Soyuq havalarla bağlı görürük, bunu artıq bir neçə gündür müşahidə edirik. Qar yağır, hava şaxtalıdır. Baş dərimizdə, saçlarda olan problemlərlə bizə olan müraciətlər artıb. Hər bir mövsümdə olduğu kimi qışın da saçlarımıza özünün təsiri var. Daha çox istiyə və soyuğa məruz qalır saçlarımız. Məkanlarımızda, iş yerlərimizdə qızdırıcı cihazlardan istifadə edirik. İstidir, amma çölə çıxdıqda bu zaman şaxtalı hava və soyuq küləkdir. Bu dəyişkənlik saçların normal, bəzən də normal olmayan halında bir sıra problemlər yaradır. Aşırı qabıqlanma, kəpəklənmə, saç milində olan kövrəklik, saç milimiz kövrəklənir və qırılır. Başqa bir səbəb də vardır. Bu da çox papaqlardan istifadə etməkdir, yun şallardan istifadə etmək. Bu baş dərisini daha da çox yağlandırır və saçları elektrikləndirir. Amma bu heç də o demək deyil ki, soyuq havada papaqlardan istifadə etməyək. Soyuq havada papaqların istifadəsi mütləqdir. Soyuqdan qorunmalıyıq. Saç follikullarımızı soyuqdan qorunmalıyıq. O ki qaldı saçlarımızda yaranan problemlərə. Onun üçün sadəcə doktora müraciət etməyiniz kifayət edər.